və bizə təhlillər lazımdır. Yaxşı? Tamam. Davay, başlayaq. 14-cü sual nədir? 1900-cü il Aqrar Qanununun mahiyyəti. Yəni, bizə maraqlı olan nədir? Bu qanunu müstəmləkə siyasətində olan bir Çar Rusiyası bu qanunu verməkdə əhəmiyyəti nə idi? Nəyə görə bu qanunu qəbul etməyə çalışdı? Yəni, onun mahiyyətini gəl cavablardan təhlil edək, tapaq. Görək, hansılar aid olacaq həmin təhlillərə, hansılar aid olmayacaq. İndi birinci, dövlət kəndlərinin köçürülmə hüququnun qadağan edilməsi. Burada belə bir şeydən bəhs olunurdu mu? Sual verirəm sənə. Dövlət kəndlərinin köçürülmə xeyr. Bəhs olunmurdu, bəli. Baxaq, dövlət kəndlərinə icma torpaqlarından nəsli istifadə hüququ. Bayaq bir məsələni dedim. Dedim, nəsli istifadə hüququ verildi. Bir də nə deyirik? Sonra sərhədləri müəyyən edildi. Deməli, birinci verilməli idi. Bəli, burada dövlət kəndlərinə, icma torpaqlarına nəsli istifadə hüququ verilir 1900-də. Ancaq bundan sonra 1903-cü ildə hansı hadisə baş verəcək? Artıq icma torpaqlarına, nəsli istifadə hüququna sərhədlər, yəni hansı ərazilər sənə aiddirsə, nə qədər torpaq, hansı pay torpaqlara ayrılıbsa, nə qədər ərazi sənə aiddirsə, artıq nə edirik? 1903-də də onu təsdiq eləyəcək. Burada 14-də deməli 1900-cü il Aqrar Qanunu mahiyyəti nə olur? Dövlət kəndlərinə, icma torpaqlarına nəsli istifadə hüququnu verilməsi. 15-ci sual oxuyuruq Emil. 1900-cü il Aqrar Qanunu 40-70-ci islahatlarından fərqli cəhəti. Bax, 40 ilə 70-i qoyuruq kənara. 1900-ü 14-cü sualda da qeyd edib, 15-də də. Bunu bir-birinə uyğunlaşdır, cavabını mənə de. Görün, sən buradan hansı nəticəyə gələ biləcəksən. Özün tap cavabı görək nədir? 15-ə. 15-ci sualda oldu. Feodal aslanın nazir edilmişlər şərtlərini. Bir dənə diqqətlə bax. Daha doğrusu sakir kəndlər azad edilmişdi. Onlara yəni aid olmuşdu. Yəni onlara Emil, 1840-70-ci ildən bəhs ediriksə, burada əsas sahibkar kəndlərinə aid olunması idi. Kəndlilər də feodal asılılığından 1900-cü il Aqrar Qanununda ləğv olunmayıbsa, deməli nəyə aid olacaq? Birbaşa bütün cəhəti ilə dövlət kəndlərinə aid ediləcək. 16-cı suala baxırıq. 1900-cü il Aqrar Qanunu ilə 1870-ci il kəndli statusuna oxşar cəhət. Aha, oxşar cəhətini tapırıq. Oxşar cəhəti nə ola bilər? Oxşar cəhət. Diqqətlə oxu ki, oxşar cəhəti düz tapa biləsən. Diqqətli oxuma. 16-cı sualdayıq. Dövlət kəndlərinə aid edilirdi bu. 1900 aid idi, amma 70 aid olmur axı. Yuxarıda da dedik 15-ci sualda. 1900, bir də 1970. Orada aid olmur. Bəylərə polis inzibati hüquq bura aid deyil. Yəni, bu dövrə aid deyil. Yaxşı. Yararsız torpaqların pay torpaqlarına əlavə edilməsi nəzərdə tutulurdu. Belə bir şey var idi mi? Yox idi. D variantını oxu görək. Torpaqlar kəndlərin mülkiyyətinə birbaşa keçirildi. Birbaşa mı yox idi? Birbaşa yox idi, bəli. Çünki niyə? Uzun müddətli idi, gözləyirdilər və pul dövlətdən bəs nə deyirdi məsələdə? Hissə-hissə ödənişlər bu deyilirdi. Kəndlilərin həm həyat tərzini zəiflədirdi, çətinlədirdi. Həm də burada artıq o deri dolanmaq üçün şərait o qədər də güclü səviyyədə olmurdu. 17-ci suala baxırıq. 17-ci sual çox asan sualdır. Əslində diqqətli olsan, 17-ci sual bilsən hansı suala bənzəyir? 14 ilə qarşılaşdıranda cavabı tez tapmaq olur. Sənə mən ipuçları verirəm ki, özün də bir fikir irəli sürəsən. Bax görək nəyə tapırsan ora.
Diqqətlə bax ha. Çünki 14-cü sualla eyni sualdır. Bir söz fərqi var. Bir sözə görə fərq yaranır. 17-ci sualda mən B variantı ola bilər. Çünki 1900-cu Cənubi Qafqaz dövlət Amma kəndləri mən burada nə deyir? Bir dənə diqqətlə bax. Sərhədləri müəyyənləşdirir, nəsli icma. Bayaq dedik axı, sadəcə icma torpaqlarının verilməsi məsələsində nə idi? Sadəcə icma torpaqlarında verilməsi. Bax, dövlət kəndlərinə icma torpaqlarından nəsli istifadə hüququ 1900-cü il. 14-cü sualı ona görə dedim sənə. Amma burada o deyil. Burada nəsli istifadədir. Burada artıq nə edir? Sərhədləri müəyyən edir. Dedik axı, sərhədlər olanda 1903-dür. Bax, yadında saxla. Nəsli istifadə 1900-dür. Artıq nəsli istifadə hüququnun sərhədləri deyəndə 1903-dür. Yəni, bir dənə fərqləndirəndə ona diqqət etmək lazım idi. Sən də ki, maşallah, diqqətdə saxlamadın. Yaxşı, Rusiya müsəlmanlarının Azərbaycan üzrə də, yəni bizim müsəlmanların qurultayları, hansı qurultayları var idi? Neçənci illərə təsadüf edir, Emil? 3 illikdə 3 qurultay keçirilmişdi. Birinci qurultay 1905-ci ilin avqustunda keçirilmişdi. Harda keçirilib, Emil? Nizhny Novgorodda keçirilmişdi. Nijni Novgorodda. Sonra ikinci qurultay hardaydı? 1906-cı ilin yanvarında keçirilmişdi. Hardaydı? Peterburqda keçirilmişdi. Aha, yaxşı. Peterburq sülh müqaviləsi neçənci ilə aiddir, Emil? Səfəvlərdə keçmişik. Peterburq neçənci ilə aiddir? 1730-cu il. 30 yox. 1723-cü 23 Peterburq sülh müqaviləsi dediyi öz başına imzalanmışdı. Şah da onu neynədir? Təsdiq etmədi. Yaxşı, 3-cü qurultay neçənci ilə aiddir, Emil? Və hansı şəhərdə keçirilmişdi? 1906-cı ilin avqust ayında keçirilmişdi. Nizhny Novgorodda keçirilmişdi. Nijni Novgorod, Emil. Nijni Novgorod. Yaxşı, Qaryagin faciəsi neçənci illəri əhatə edir, Emil? 1905-1906-cı illərdə. Aha. Eyni Qaryagin faciəsinə bənzər Azərbaycanda hansı faciəni törədib ermənilər? 1992-ci ildə Xocalı faciəsi. Xocalı faciəsini də törətmişdi. Sülh konfransı neçənci ilə aiddir, Emil? 1906. 1906-cı ilin fevralı. Hansı şəhərdə olub? 1906. Gürcüstanın paytaxtı haradır, Emil? Tiflis şəhərində. Tiflis şəhərində baş tutmuşdur. Yaxşı. Azərbaycanda hansı dumalar var, Emil? Neçə dəfə duma seçilib? 4 dənə duma var idi. Aha, birinci duma neçənci ilə aiddir, Emil? Birinci duma 1905-də keçirilmişdi. Birinci duma neçənci ilə aiddir, Emil? Qurultay. 1906-cı il. Bəli, qurultay 1905-dir. Amma duma 1906-dır. Yaxşı, birincisi 1906, ikinci duma neçənci ilə aiddir? 1907 oldu. 7. Üçüncü duma neçəyə aiddir? Neçənci illərdə olub üçüncü duma? 2 dənə ildir. 1912. 12-yə qədər, 7-dən 12-yə, 1907 və 12, üçüncü duma. Bəs dördüncü duma neçənci illəri əhatə edir? 1912-ci illər. 12-ci ildə neçə ilə? Neçənci ilə? 17-yə qədər davam etmişdir, bəli. Yaxşı, üçüncü dumadan bizdən kim seçilib? Yusif Məmmədov.
Məmməd Yusif Cəfərov 4-cü dumada, Emil. 3-cü dumaya kimdir? İkinci duma. Xoyski deyəsən. Çatar. Fətəli xan Xoyski 2-ci dumada, Emil. Xəlil bəy Xasməmmədov. Xəlil bəy Xasməmmədov. Yaxşı, davam edək. Manifest neçənci ildə imzalanıb, Emil? Manifest 1906-cı il. 1905-ci ildə, Emil. 6 yox, 5. 1905. Yaxşı, Qafqaz canişinliyi neçənci ildə ləğv edilmişdi? 1883-cü ildə ləğv edilmişdi. Və neçənci ildə bərpa olundu? 1905-ci ildə bərpa olundu. Bəli, yaxşı. Daşnaqsutun partiyası ilk dəfə Tiflisdə neçənci ildə öz təşkilatlarını yaratdılar, Emil? Öz təşkilatlarını neçənci ildə yaratdılar? 1890-cı ildə. 1890-cı ildə yaratmışdılar. Növbəti dərsimiz olacaq, Emil. Milli partiya və təşkilatların nə etməsi, yaranması. Növbəti dərsimiz odur.